Salam qızlar, hər vaxtınız xeyirli olsun. Bugün mərcimək çörəyi bişirmişəm. Birinci dəfədir ki, bişirirəm və çox bəyəndim. İstəyirəm ki, sizinlə də bu resepti bölüşəm. Bunun üçün mərciməyi əvvəlcədən suda saxlamaq lazımdır. Ya gecədən suda saxlaya bilərsiniz, ya da 4-5 saat ərzində üzərinə qaynar su əlavə edərək suda saxlaya bilərsiniz. Mərcimək proteinlə zəngin olduğu üçün insan tox saxlayır. Ona görə dietikdir, tərkibi minerallarla və xeyirli üzvü birləşmələrlə zəngindir. Qızlar, sizdən bir xahişim var. Hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olaraq mənə dəstək olun və öz dəyərli fikirlərinizi şərh bölməsində mənimlə paylaşmağı unutmayın. Baxın, suda saxladıqdan sonra necə yumuşalır. Bundan sonraki mərhələ blenderdə və yaxud da ki, əl blenderi ilə püre halına gətirməkdir. Mərciməyi mərhələli şəkildə 2 dəfəyə əlavə etməklə püre halına gətirdim. Qızlar, mən çörəyimə yumurtanı və yağ qatığı öz zövqümə uyğun olaraq əlavə etdim. Siz zövqünüzə uyğun olaraq istədiyiniz ingredienti çörəyinizə əlavə edə bilərsiniz. Duzu da zövqünüzə uyğun olaraq artırıb azalda bilərsiniz. Mən gözə yarı tökdüm və yaxud da ki, istəsəniz buraya istiot da əlavə edə bilərsiniz. Mən çörəyimin keyfiyyətini daha da yaxşı etmək üçün zeytun yağı əlavə etdim. Amma siz istəsəniz tereyağı da əlavə edə bilərsiniz. Qızlar, mən çörəyimi belə saxsı qabda bişirdim, amma sizdə evdə keks qəlibi, bu formada keks qəlibi varsa, çörəyinizi bişirə bilərsiniz. Əvvəlcə qabımı yağladım, sonra isə unladım. Çörəyimin üzərinə isə ağ küncüt, kətan toxumu və chia toxumu əlavə etdim. Sobada bişirdikdə isə hər iki göz alt-üst rejimində 180 dərəcə olmaq şərti ilə 45 dəqiqə 1 saat ərzində çörəyimiz tam bişir. Budur, artıq bişdi, hazırdır. İnanın mənə o qədər bəyəndim çörəyin dadını. Düzdür, uşaqlarım bəyənmədi, ancaq mən çox bəyəndim. İnan, 2 dilimi yarım çörəyə bərabərdir. O qədər doyuzdurucudur, həm də dadlıdır. Siz də mənim kimi ağ çörəyinizi belə xeyirli, dietik, həm də qida maddələrlə zəngin çörəklə dəyişmək istəyirsinizsə, bu reseptdən istifadə edə bilərsiniz.